Ben bilgi istiyorum. İnanç ya da varsayım değil, bilgi. Tanrı'nın elini uzatıp kendini göstermesini, benimle konuşmasını istiyorum. Ama o suskun. Karanlıkta ona sesleniyorum. Ama sanki hiç kimse yok. Belki de kimse yoktur. O halde yaşam korkunç bir şey. İnsan növü olaraq qəribə bir qüsurumuz var. Qaranlıq otağa girən kimi dərhal işığı axtarırıq. Çünki qeyri-müəyyənlik, bilinməməzlik bizi dəlicəsinə qorxudur. Nə qədər acı olsa da, biz qorxulu bir həqiqətdənsə rahatlıq verən bir yalana inanmağa meyilliyik. Və bu qorxu bizi iki kəskin cəbhəyə böldü. Hər şeyi bir yaradıcı idarə edir, deyən mütləq inanc və hər şey kör təsadüfdür deyən mütləq inkar. Bəs hər iki cəbhə eyni dərəcədə yanılırsa, ya hər iki tərəf sadəcə qaranlıqdan qorxduğu üçün öz uydurduğu nağla aşiq olubsa, onda necə? Bu gün tərəf tutmuruq. Bu gün nə inancın şirin təsəllisinə sığınırıq, nə də inkarın soyuq qətiyyətinə. Bu gün fəlsəfənin ən iti bıçağını masaya qoyuruq. Mütləq şübhə. Tanrı varmı? Sualına hazır cavab axtarmırıq. Biz verilən bütün cavabları sarsıdırıq. İnanc tərəfi kainatdakı o möhtəşəm nizamı nümunə gətirir. Əgər yerdə bir saat varsa, onun mütləq bir saatbazı olmalıdır. Çox məntiqlidir, elə deyilmi? Amma gəlin bir təfəkkür eksperimenti edək. Təsəvvür edin ki, bir çuxurda yağış suyu yığılıb. Su ətrafına baxır və deyir: bu çuxur tam mənə görədir. Divarları, dərinliyi, hər şey mən burada sığışım deyə xüsusi dizayn edilib. Gülməlidir, elə deyilmi? Çünki çuxur suya görə yox, su çuxura görə forma almalıdır. Bəs kainatdakı o mükəmməl nizam dediyimiz şey də eyni ilə bu suyun illüziyasıdırsa, ya kainat bizə görə yox, biz kainata görə forma almışıqsa? Biz buludlara baxanda insan üzü görürük, ulduzları birləşdirib bürclər yaradırıq. Beynimiz xaotik dünyada dəli olmamaq üçün hər yerdə bir sxem uydurur. Nizamın olması mütləq dizaynerin mütləq sübutu deyil. Bəlkə də bu sadəcə bizim orada nizam görmək istəməyimizdir. Yaxşı, bəs Tanrı yoxdur deyən radikal inkar tərəfi dürüstdürmü? Onlar arxasına elmə mi söykəyir? Bəli, elm necə sualına cavab verir? Bəs niyə sualına? Fizika böyük partlayışı Big Bang-i hesablaya bilir. Bəs o başlanğıcdan tam bir saniyə əvvəl nə var idi? O ilk enerji hardan gəldi? Tanrı yoxdur. Hər şey bir gün təsadüfən yoxluqdan öz-özünə var oldu demək nə dərəcədə elmidir? Bu da sübutsuz bir fərziyyə, başqa bir inanc növü deyilmi? Təsəvvür edin ki, iki qarışıq kompüter prosesorunun üzərində gəzir. Onlar mikrosxemləri görür, elektrik axınını hiss edir. Amma o qarışqalar internetin, kodların və ya kompüteri yığan mühəndisin varlığını heç vaxt dərk edə bilməzlər. Çünki tutumları bura qədərdir. Biz cəmi 5 duyğu orqanı ilə kainatı dərk etməyə çalışan canlılarıq. Görə bilmədiyimiz ölçüləri sırf test edə bilmirik deyə yoxdur elan etmək nə dərəcədə doğrudur. İnkar da ən az inanc qədər böyük bir iddiadır. Və hər iki iddianın da cibi boşdur. Gördüyümüz kimi bu nəhəng kosmik masada heç bir tərəfin əlində mütləq sarsılmaz bir qalibiyyət kartı yoxdur. Dindar öz subyektiv daxili inancına güvənir. Ateist maddi sübutların yoxluğunu bayraq edir. Agnostik isə bilmək qeyri-mümkündür deyib intellektual tənbəlliyinə sıxılır. Bu videonun məqsədi sizə hazır bir cavab satmaq deyil. Çünki bu suala verilən hər hazır cavab əslində düşünməyi dayandırmaq üçün bir bəhanədir. Əsl intellektual cəsarət heç bir saxta rahatlığa sığınmadan o böyük kosmik sükutun içində tək başına dayana bilməkdir. Öz doğrularından belə şübhə edə bilməkdir. Və siz bu böyük labirintin arasındasınız. Sizin üçün sualların cavabı tapılıb, yoxsa siz də o sonsuz şübhədən zindəsiniz? Fikirlərinizi məntiq çərçivəsində şərhlərdə bölüşün. Videonu bəyənib bəyənməmək və ya kanala abunə olmaq qərarını da sizin azad seçiminizə buraxıram. Növbəti sorğulamaya qədər axtarışda qalın.